Hər kəsi salamlayıram. Son dövrdə mənə müraciət edən 30 yaş civarında insanlarda diqqətimi çəkən bir maraqlı və təhlükəli bir məqam var. İnsanlar hansısa bir iş yerində işləyirlər, 700, 800, 1000, 1200 manat maaş alırlar və rahatdırlar. Rahatdırlar ona görə ki, Fəxri müəllim, heç bir ciddi bir öhdəliyim yoxdur, hər hansısa bir ağır iş görmürəm, hansı bir dövlət qurumu ya da böyük bir holdingdə, şirkətdə işləyir insan 3 il, 4 il ərzində maaşını alır, ciddi bir məsuliyyət və öhdəliyi yoxdur. Və bunu öz aləmlərində insan öz fikrində bunu yaxşı bir iş olaraq qəbul edir. Baxın, bu işlər çox təhlükəlidir. Bu işlər çox təhlükəlidir ona görə ki, birinci növbədə bu işlərin adını insan yanlış adlandırır, yanlış təyin edir. Komfort zonası. Komfort zonası gözəl və qlamur ifadədir. Əslində, komfort zonası adlandırılan bir məfhum bataqlıqdır. İçində insan istidir, tərpənmir və özü də fərqində olmadan hərəkət etmədiyinə görə insan beynini və bədənini, enerjisini, aktivliyini itirir. Bir insan bir iş yerində heç bir iş görmədən, ciddi bir fəaliyyət etmədən, inkişaf etmədən, həm də paralel olaraq maaş alırsa, o insan özü də fərqində olmadan korlanmış olur. Çünki bizim beynimiz, bizim bədənimiz, bizim bilik və savadımız, bizim mövqeyimiz işə qarşı, məsuliyyət hissimiz hamısını biz əslində bir əzələ olaraq qəbul etməliyik. Və biz bu əzələləri inkişaf etdirmədiyimiz və daim hərəkətdə tutmadığımız müddətcə bunlar deformasiya olurlar. Yəni, geriyə addımlamış olur insan bütün bu sahələrdə və bir insan özü də fərqində olmadan, baxın, Azərbaycanda vəziyyət, iqtisadi vəziyyət çətinləşə bundan sonra davam edəcək və neft hasilatımız zəifləsə, ki zəifləyir, zəifləməyə davam etsə, ölkəyə gələn böyük neft gəlirləri azalsa, təbii ki, bir iqtisadi bir zəifləmə olduğuna görə dövlət qurumları da ki, o proses indi baş verir, özəl şirkətlər də yavaş-yavaş xərcləri və öz fəaliyyətlərini gözdən keçirməyə başlayacaqlar. Və belə bir durumda ilk öncə şirkət rəhbərləri və dövlət qurumları kimlərdən xilas olacaqlar, kimləri çıxardacaqlar, ortada gəzən, ciddi nəticə verməyən, öz fəaliyyəti ilə ortaya rəqəm ya da möhkəm bir əllə tutulacaq bir nəticə verməyən insanlardan yolları ayıracaqlar. Bu çox normaldır və mən düşünürəm ki, bizim bugün 30 yaşına çatmış və özünü dırnaq arası heç də etmirəm ya da çox ciddi bir iş görmürəm, amma illərdir işləyirəm və yaxşı da kifayət qədər maaş alıram deyən insanlar heç özləri də fərqində deyirlər ki, necə 3 il, 5 il sonraki öz həyatlarını təhlükə altına alırlar. Baxın, mən rahatlığa ya da komforta qarşı deyiləm. Mən bataqlığın komfort adlandırılmasına qarşıyam və biləsiniz, bu cümləmi diqqətlə dinləyin, bütün təlimlərimdə, çıxışlarımda bunu deyirəm mən, rahat olduğumuz andan etibarən narahat olmağa başlamalıyıq. Əgər insan bir iş yerində ciddi bir iş görmürsə, öz bazar dəyərini artırmırsa, öz fikir və düşüncələrini, baxış bucağını böyütmürsə, insan şuurlu, planlı və sistemli şəkildə işdən kənarda da özünü inkişaf etdirmirsə, o insanlar böyük ehtimal 3 il, 5 il sonraki problemlərin ciddi bir bünövrəsini özləri öz əlləri ilə qoymuş olurlar. Ona görə mənim bu videomu izləyən və bu çıxışımı görən hər kəsə şiddətli bir tövsiyəm. Özünüzü rahatlıqla aldanmayın. Və rahat olduğu, həyat davamlı bir mübarizədir deyirlər, amma həyat mübarizədir başqaları ilə ancaq deyil. Biz davamlı rəqabətdəyik hamımız. Öz yaşıdlarımızla, bizdən daha yaşda, gənc olub, daha enerjili, daha müasir bilikli olan insanlarla. Həyat həm də mübarizədir kənardan olan qüvvələrlə, həm də daxildə özümüzlə. Rahat olduğunuz andan etibarən narahat olmağa başlayın. Özünüzü komfort sözü ilə aldatmayın və özünüzə qəti imkan verməyəsiniz ki, şirkətin
işlərində, aktivliyində, fəaliyyətində ya da dövlət qurumunda çox aktiv deyiləm, amma maaşımı alıram, mənə bu da bəs edər ömrümün sonuna qədər. Bu sözləri deyən yüzlərlə insan mənə müraciət edirlər və insan zəhmət çəkməyi belə unudur. Zəhmət çəkmək belə bir vərdişdir. İnsan günlərini, həftələrini, aylarını və illərini heç bir ciddi bir fəaliyyət görmədən keçirdibsə, o zəhmət çəkmə vərdişini belə unudur. Və bugün əsasən də ölkənin böyük şirkətlərindən, banklarından gələn 30 yaş üzərində insanlarda bunu görürəm. 24-25 yaşından sonra insan bəlli bir rahatlıq içərisində olub, çox da ciddi bir işlər görməyib. Əmək bazarında böyük dəyişikliklər var, amma o dəyişikliklərlə bu insanın yaxından uzaqdan əlaqəsi olmadığına görə yenə də özünə rahat iş axtarır. Amma 33-34 yaşında son 6 ildə, 7 ildə inkişaf etməmiş, beynini gücləndirməmiş, müasir bilik almamış, xarici dil bilməyən insan 24-25 yaşında enerjili, müasir biliyi olan, xarici dil biliyi olan insan qarşısında əmək bazarında təbii ki, rəqabətdə itirəcək və bu təbii bir haldır. Ona görə mənim hər kəsə şiddətli tövsiyəm, özünüzə yazdığınız gəlməsin, 1000 manatlı, misal simvolik rəqəmdir, təbii ki, bunu nəzərə almaq lazım deyil bu rəqəmi. 1000 manatlıq bir maaş alıb çox da ciddi bir iş görmürsünüzsə, bilik, savadınız, təcrübəniz artmırsa, öz üzərinizdə bir iş yerində işləmirsinizsə və iş də sizi inkişaf etdirmirsə, dərhal oradan çıxın, komfortda deyilsiniz, özünüzü aldatmayın. Bataqlıqdasınız, bu peşəkar bataqlıq bir gün çox böyük zərbə ilə sizə geri dönüş edəcək. Hər kəsə güclü olmağı arzu edirəm.